İzaxlı test 6-cı hissə 6-cı sinif ingilis dili. Choose a sentence with a noun in the possessive case. Yiyəlik halda olan isim olan cümləni seçin. Baxaq A bəndində My uncle's farm is near the forest. Mənim əmimin ferması meşənin yaxınlığındadır. Burada əmimin ferması yiyəlik haldadır. A bəndi doğru cavabdır və bu bəndlər B ilə C ilə D bəndləri niyə olmaz? Baxaq Mary's got very little time to pick up mushrooms for dinner. Burada Mary's got, Mary has got'un qısaldılmış formasıdır. İndiki bitmiş zaman. C bəndi Caroline is going to cook fish. Bu Caroline's apostrof S, Caroline is going'dir. İndiki davam edici zamandır. Ona görə yiyəlik hal deyil. C bəndi də səhvdir. D bəndi John is trying to make a fire. Burada John's trying, John is'in qısaldılmış formasıdır. İndiki davam edici zamandır. Doğru cavab A bəndidir. İkinci sual, choose a correct pronoun, düzgün əvəzliyi seçin. Jane always drank apple juice for supper. Görür burada meyvə şirəsi var, alma şirəsi. Bu sayıla bilməyən isimdir. A few sayıla bilən cəm isimlərdən işlənir, A bəndi səhvdir. Many çoxlu deməkdir, sayıla bilən isimlərlə işlənir. Ona görə səhvdir. A little sayıla bilməyən isimlərlə işlənir. Jane always drank a little apple juice for supper. Jane həmişə şam yeməyi üçün alma şirəsi içir. C bəndi doğru cavabdır. A lot isə olduqca mənasını verir, orada işlənə bilməz. Üçüncü sual, choose a correct preposition. My father wants to take us the amusement park. Mənim atam bizi əyləncə parkına götürmək istəyir. Burada görürük ki, əyləncə parkına, burada to sözünü A, ya mənasını verir və to sözünü orada işlənəcək B bəndi doğru cavabdır.